Digər tərəfdən də azad iqtisadi imkanlar yaradılsa, insanlar heç onun sözlərini dolandıra bilərlər. Axı bu saatı Azərbaycan xalqı bilirsiniz ki, bacarıqlı, istedadlı bir xalqdır. Və xalqa imkan verilsə, xalq özü-özündə dolandıra bilər. Buna da imkan verilmir axı. Kimsə kiçik bir biznes qurmaq istəyir, bir ailə biznesi qurmaq istəyir ki, ailəsini və yaxın ətrafını yaşada bilsin. Olmaz, bu filan monopoliyadadır. Kimsə xaricdən əlaqələri var, hansısa məhsulu bura ucuz qiymətə gətirib satıb özdə dolanmaq istəyir. Olmaz, bu məhsul filan oliqarxın, filan monopolistin ixtiyarındadır. Sən ondan razılaşmamış bunu ala bilməzsən. Bu imkan da verilmir. Və bu imkan verilməyəndə bəli, artıq büdcəni doldurmaq üçün qiymətlər qalxır bütün istiqamətlərdə. Qazın, işığın, əvvəl suyun qiyməti qalxdı, indi qazın, işığın qiymətləri qalxdı, çox ciddi şəkildə qalxır. Yəni, bilirsiniz, buna fikir verməyən adamlar üçün o kiçik rəqəmlərdir. Onca kiçik rəqəmlər əhalinin əksər hissəsi üçün həyatına çox ciddi təzyiqdir. Onun imkanlarını ciddi şəkildə məhdudlaşdırmaqdır. Və indiki rüsumlar, faktiki olaraq A-dan Z-ə qədər bütün rüsumlar qaldırıldı. Yəni, bundan sonra hara addım atsaq, o rüsumlara görə də əvvəl ödədiyimizdən daha çox pul ödəməliyik. Bu biabırçılıqdır və... 2 dəfə çox. Burada siz çox təhlükəli bir məqama toxundunuz. Əvvəllər yadınızdadır, müəyyən adamlar dedilər ki, mən yaşaya bilmirəmsə, ailəmi saxlaya bilmirəmsə, bu müstəqillik mənim nəyimə lazım idi. İndi deyir ki, artıq müəyyən adamlar deyirlər ki, Qarabağ məsələsinə bağlı o fikri söyləyirlər. Mən əminəm ki, bu adamlar bunun qəzəbindən, narahatlığından deyirlər. Səmimi demirlər, ürəkdən demirlər. Xalqımız istiqlalın da qədrin qiymətini bilir. Qarabağın torpağın da qədrin qiymətini bilir. Sadəcə olaraq xalq artıq o mövqeyini ifadə eləmək üçün bu üsuldan istifadə edir ki, eləmə ki, biz buna da peşman olaq da. Onu xalqın bir fəryadı kimi, çağrışı kimi qəbul eləmək lazımdır və bu biabırçılığa son qoyulmalıdır. Bu dediyim yolların ya hamısına imkan yaradılmalıdır, ya da heç olmasa birinə, ikisinə, üçünə imkan verilməlidir ki, o kanallarla dövlətin xərcləri ödənilsin və insanların üzərinə bu yük qoyulmasın. Bu biabırçılığa son qoyulmalıdır və bilirsiniz, hakimiyyət özünə çox arxayın olmasın. Ən güclü hakimiyyətdə nə zamansa xalqın maraqlarını təmin edə bilmirsə, xalqın ciddi narazılığına səbəb olursa, əvvəl-axır onun cəzasını çəkmiş olur. Arxayınlaşmasınlar. Bu xalq minnətdar xalqdır. Xalq hər şeyə qiymət verməyə hazır, qadir və layiq xalqdır. Və xalq Qarabağın da qədrini bilir, müstəqilliyin də qiymətini bilir, hamısının qiymətini bilir. Ancaq eyni zamanda bu xalqa imkan vermək lazımdır, normal yaşasın. Bu xalq normal yaşayışa layiq xalqdır. Və bir balaca imkan verilsə, xalq öz-özünü dolandıracaq. Bu acgözlüyə son qoyulmalıdır. Bu imkan verilməlidir ki, pulu olanlar gətirib pulunu burada iqtisadiyyata qoya bilsinlər, müəssisələr açsınlar, investisiya yatırsınlar. Pul olmayanlara da imkan verilməlidir ki, ya kiçik işlər qursunlar, kiçik bir biznes qursunlar, ya da ki, heç olmasa yeni açılmış, sözdə, kağızda yox, gerçək iş yerlərində iş verilməlidir ki, adamlar işləsinlər, maaş alsınlar, maaşlar qaldırılmalıdır, pensiyalar qaldırılmalıdır. Yəni, bütün bunlar olmadan mümkün olmayacaq. Bunu mən bir ilə yaxındır, həmişə demişik, indi